Dünyanın müxtəlif ölkələrində elektrik enerjisinin qiymətləri arasında ciddi fərqlər mövcuddur. Yenavaz.com xəbər verir ki, bu fərqlər enerji siyasəti, vergilər, subsidiyalar, infrastruktur xərcləri və yerli enerji ehtiyatları kimi amillərdən qaynaqlanır. Global Petrol Prices portalının hazırladığı reytinq göstərir ki, ən yüksək elektrik enerjisi tarifləri əsasən Avropa ölkələrində qeydə alınır. Ən aşağı qiymətlər isə zəngin enerji ehtiyatlarına malik və enerji istehlakını dövlət subsidiyaları ilə dəstəkləyən ölkələrdə müşahidə olunur. Mütəxəssislərin fikrincə, Avropada istehlakçıların ödədiyi yekun qiymətə yalnız enerji istehsalı xərcləri deyil, həm də müxtəlif vergilər, ekoloji rüsumlar, bərpa olunan enerji fondlarına ödənişlər və şəbəkənin saxlanması xərcləri daxildir. Bu isə tariflərin yüksək olmasına səbəb olur. Reytinqin digər ucunda isə İran, Efiopiya, Qırğızistan və İraq kimi ölkələr yer alır. Bu ölkələrdə aşağı tariflər əsasən dövlət subsidiyaları və yerli enerji resurslarının bolluğu ilə izah olunur. Araşdırmaya görə ən bahalı və ən ucuz bazarlar arasında fərq 155 dəfəyə çatır. Belə ki, Bermuda adalarında elektrik enerjisinin orta qiyməti hər kilovat saat üçün $0,466 olduğu halda, İranda bu göstərici cəmi $0,3 təşkil edir. Elektrik enerjisi ən baha olduğu 10 ölkə bunlar olub. Elektrik enerjisinin ən ucuz olduğu 10 ölkə isə bunlardır. Bildiyimiz kimi, əhali qrupu üçün elektrik enerjisinin daxili bazardakı qiyməti 8,4, 10 və 15 qəpiyə bərabərdir. Bunlardan əlavə əhali qrupu üçün hər ay 1 manat sabit tarif tətbiq olunur. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,2 qəpik təşkil edir.